Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz saxlanılan odlu silahların aşkarlanmasına qarşı mübarizə tədbirləri davam etdirilir. Stop Narkotikas xəbər verir ki, paytaxtın Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 42 yaşlı Es Əlizadə və əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynzadə saxlanılıb. Es Əlizadənin idarə etdiyi avtomobildən və Hüseynzadənin yaşadığı evin zirzəmisindən ümumi çəkisi 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Hazırda faktlarla bağlı araşdırma aparılır. Eyni zamanda polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində də tədbirlər görülməkdədir. Keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir şəxsin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron aşkarlanaraq götürülüb. Həmçinin Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından daha bir avtomat silahı tapılıb. Bundan əlavə 30 yaşlı paytaxt sakini tapdığı bir avtomat silahı, 2 patron darağı və 22 patronu könüllü olaraq polisə təhvil verib. Hər iki istiqamət üzrə araşdırmalar davam etdirilir.